Hər vaxtınız xeyir, əziz izləyicilər. Növbəti söhbətimizin mövzusu dəyyusluqdur. Dəyyusluq bir kişinin öz xanımını, öz qızını, məhrəm qohumlarını qısqanmamağıdır. Allah Cəllə Cəlaluhu belə buyurur. Zinakar insan ancaq zinakar yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu, belə bir evlənmə möminlərə haram edilmişdir. Nur surəsi 3-cü ayə. Qısa olsun deyə ayələrin tərcüməsini oxuyuram. Abdullah ibn Ömərdən rəvayət edilən bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. 3 qrup insan cənnətə daxil ola bilməyəcək. Ata-anasına əziyyət edən, dəyyus, yəni arvadı tərəfindən aldadılan ər, arvadını qısqanmayan ər və özünü kişiyə bənzədən qadın. Hakim Əl-Müstədrək Kitabul İman hədisi səhihdir. Ailəsinin pis yolda olmasından şübhələnən, lakin ona olan sevgisindən və ya ödəməyə gücü çatmadığı bir borcundan, yaxud ağır bir mehr ödəməsi gərəkəcəyindən və yaxud da kiçik övladları olduğuna görə hakimə gedib nəfəqə alınacağından çəkindiyinə görə xanımının halına göz yumanın cəzası yüngüldür. Qeyrəti, şərəfi, namusu olmayan kişidə xeyir olmaz. Nəfəqə, evlilik və s. səbəblərə görə bir insanın möhtac olduğu yemək, içmək, geyim və məskən, yəni ev ehtiyacının qarşılanması deməkdir.